Paşinyan hakimiyyətdə qalacaqsa sülh üçün addımlar atılacaq deyilir. Paşinyan hakimiyyətdən getsə o zaman yenidən müharibə ritorikası arta bilər. Biz bu və digər istiqamətlər üzrə studiyamızın qonağı ilə birgə danışacağıq. Siyasi şərhçi Əhməd Şahidov qonağımızda. Əhməd bəy, zəhmət olmasa buyurun masamızın ətrafına. Hər vaxtınız xeyir olsun. Xeyir olsun, xoş gördük. Əhməd bəy, birinci istəyərdim elə Minsk qrupu ilə bağlı Paşinyanın fikirlərinə diqqət yetirək. Düzdür, buna görə o çox qınanılır. Zaman-zaman Minsk qrupu ilə bağlı məsələni Ermənistanda gündəmə gətirirdilər. Paşinyan özü də çox danışıb Minsk qrupunun vacib olmasından, amma indi fikrini dəyişib. Deyir ki, məsələ təkcə Azərbaycan və Ermənistan arasındakı problem deyildi. Məsələ həm də Minsk qrupuna daxil olan ölkələrin öz maraqlarını diktə etməsi idi ki, bu da pozuculuq fəaliyyəti icra etmək deməkdir. Paşinyan açıq şəkildə Minsk qrupunu tənqid edirsə, burada olan ölkələr də maraq doğurur. Yəni Fransa, Amerika Birləşmiş Ştatları və Rusiya. Fransa indi onun yaxın tərəfdaşıdır. Amerika Birləşmiş Ştatlarla müqavilələr imzalayır, bircə qalır Rusiya. Nə deməyə çalışır Paşinyan? Əslində Nikol Paşinyanın ATƏT Minsk qrupu ilə bağlı tənqidləri oradakı həmsədrlərdən biri, xüsusən də Rusiya ilə bağlıdır. Heç də ABŞ və Fransaya yönəlməyib bu tənqid. Çünki həm ABŞ, həm də Fransa zaman-zaman Ermənistanın yanında olub. Xüsusən də Fransa həm 44 günlük 2-ci Qarabağ müharibəsindən əvvəl müharibə günlərində elə bu gün də açıq şəkildə Ermənistanı dəstəkləyir. Amma 2020-ci il müharibəsində Rusiyanın tutduğu mövqe, yəni tərəfsiz qalması təbii ki, Ermənistanı qane etmədi. Qəribə də olsa Ermənistan düşünürdü ki, Azərbaycan ərazisində gedən hərbi əməliyyatlara Rusiya müdaxilə etməlidir. Halbuki kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının şərtlərinə görə üzv ölkələrdən birinin ərazisinə hücum olarsa KTMT hərəkətə keçəcəkdir. Amma Ermənistan ərazisinə hücum yox idi. İşğal Azərbaycan torpaqları ərazisində idi və Azərbaycan öz suveren ərazilərini işğaldan azad etmək üçün öz ərazisində belə deyək, antiterror əməliyyatları həyata keçirdi. Bu baxımdan Nikol Paşinyanın yeri gəlmişkən həm də ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə və öz maraqlarını güdməkdə tənqid etməsi elə birbaşa Rusiyaya yönəlik tənqidin bir parçasıdır. Çünki artıq 2018-ci ildən bəri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşmaq, Rusiyanın orbitindən çıxmaq, Avropa İttifaqına kurs götürüb ki, bu siyasət artıq bu günlərdə daha konkret, daha sərt şəkildə özünü büruzə verir. Artıq Ermənistan cəmiyyəti 7 iyun, yəni 24 saatdan bir qədər artıq vaxtdan sonra seçkilərə gedir. Bu seçkilər sadəcə Ermənistan daxilində bir hakimiyyət dəyişikliyi deyil, bu Ermənistanın gələcəyinin seçimidir. Erməni cəmiyyəti bir dilema qarşısındadır. Ya Avropa İttifaqına kurs davam edir Nikol Paşinyanla, yoxsa yenidən Rusiyanın təsir altında Rusiya ilə əməkdaşlıq davam edəcək. Belə bir çətin dilema qarşısındadır. Bu baxımdan xüsusən də son günlər Nikol Paşinyan və onun komandasından Rusiyaya yönəlik daha açıq, mətinli, sərt tənqidləri eşidirik. Rusiyadan da gələn hədə-qorxular, tənqidlər özünü gözlətmir. Artıq istər Prezident Vladimir Putinin dilindən, istər Kremlin mətbuat katibi və ya Xarici İşlər Naziri rəsmilərindən açıq şəkildə hədə-qorxu və xəbərdarlıq mesajları gəlir ki, Ermənistan eyni anda Avropa İttifaqı və Avrasiya İqtisadi Təşkilatı ilə əməkdaşlıq edə bilməz. Əgər Ermənistan seçiciləri yenidən Nikol Paşinyana və onun komandasına səs versələr, Rusiyadan güzəşli yanacaq və ya digər Rusiya bazarlarına çıxış imkanları itirəcəklər. Bu, təbii ki, Ermənistan daxilində müəyyən sosial və iqtisadi çətinliklər yaradacaq. Amma Nikol Paşinyan eyni zamanda Avropa Birliyinə, Avropa İttifaqına kurs götürməklə bu balansı qoruyub saxlamağa çalışır. Eyni anda Azərbaycan və Türkiyə ilə də münasibətləri dərinləşdirməklə, inkişaf elətdirməklə Rusiyadan asılılığı sıfıra endirməyə çalışır. Bu, təbii ki, bir gecə, bir həftə içərisində o baş tutacaq bir proses deyil. Müəyyən aralıq keçid dövründə Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Erməni məhsulları üçün Rusiya bazarı böyük bir auditoriya idi, böyük bir bazar idi
ki bundan erməni insanları milyonlarla dollar kazanırlar. Bu bazarı itirmək itkisi var, təhlükəsi var. Təbii ki, bu baxımdan Nikol Paşinyanın Rusiyaya mesajları, Rusiyadan gələn sərt xəbərdarlıqlar bu seçkinin həqiqətən də təkcə Ermənistanın daxili məsələsi deyil, bölgənin geosiyasi mənzərəsini dəyişəcək bir siyasi hadisə olduğunu göstərir. Əhməd bəy, Ermənistanın baş naziri Nikol Paşinyan əslində müxalifətlə ciddi şəkildə mübarizə aparır və onları üçbaşlı müharibə partiyası adlandırıb. Paşinyanın açıqlaması var buna dair. Eşidək, daha sonra isə müzakirəmizi davam etdirəcəyik. Onlar münaqişə zamanı pul qazanıblar, karyera qurublar və münaqişə hesabına mövcuddular. Sülh dövründə onların görəcəyi bir iş yoxdur. Robert Köçəryan seçkilərdən dərhal sonra tez bir zamanda həbs olunmalıdır. Mənim həyatım azad və xoşbəxt Ermənistan uğrunda mübarizənin qurbangahına qoyulub. Əslində, Əhməd bəy, bunlar bizi təəccübləndirmir. Həqiqətən də Azərbaycandan da baxanda mənzərə belə görünür ki, bu şəxslər Köçəryan və digərləri sadəcə karyeralarını qurublar, pul qazanıblar, Ermənistan xalqını düşünməyiblər. Ona görə də Ermənistan xalqı onları da seçməkdə tərəddüd edir. Əks halda Paşinyan bu müharibədə məğlub olandan sonra 2 dəfə ard-arda seçilməzdi. Paşinyanı biz bu seçki kampaniyası zamanı çox emosional gördük. Tez-tez əsəbləşirdi, indi də kifayət qədər emosional danışırdı bu öz ictimai televiziyalarında olan debatlar zamanı. Bu onun yaradılmış bir obrazıydı. Yoxsa yəni ərazilərdə göstərdiyi performanslar, musiqi ifa etməsi, zaman-zaman gənclərə yönəlik addımlar atılması bu Ermənistanın baş naziri Nikol Paşinyanın yaradılmış seçki obrazıydı sizcə? Yoxsa doğrudan da Paşinyan tam çılpaqlığı ilə öz şəxsiyyətini nümayiş etdirirdi? Əslində seçki yaxınlaşdıqca bu belə bir təcrübə var. Ritorika daha da sərtləşir, daha emosional qarşılıqlı ithamlar, tənqidlər, hətta təhqirlər səsləndirilir. Nikol Paşinyanın özünün də ünvanına açıq təhqirlər var. Hətta onu Azərbaycanın, Türkiyənin agenti adlandırırlar. Azərbaycanın maraqlarına işləməkdə itham edirlər, satqın kimi qələmə verirlər. Təbii ki, Nikol Paşinyan bunu təkcə öz rəqiblərindən, Robert Köçəryandan, digərlərindən eşitmir. Bəzən sıravi vətəndaşlardan da eşidir. O küçə-küçə gəzərək, xüsusən də Qarabağdan köçmüş ermənilərlə ünsiyyət zamanı nəqliyyatda, ictimai nəqliyyatda açıq şəkildə onun üzünə bu tənqidlər, ithamlar səsləndirilir. Təbii ki, bir insan üçün bu qədər yükü tək başına çəkmək, onun emosional balansını pozur. Bu da ona adekvat cavab vermək məcburiyyətindədir və o da Robert Köçəryan və digərlərini haqlı olaraq müharibə cinayətləri törətmiş və bu müharibədən, bu münaqişədən özünü, ətrafını, ailəsini milyonlarla dollar vəsait qazanmaqda itham eləyir və nəticədə erməni xalqı 30-35 ildir ki, lazımsız bir müharibəyə sürüklənmişdir. Əslində biz bunu illərdir bəyan eləyirdik, bildirirdik, xəbərdarlıq eləyirdik ki, bu müharibə gec-tez Azərbaycan ərazi bütövlüyünün bərpası ilə bitəcək. Bundan erməni xalqı sadəcə vaxt itirəcək, canlı itkiləri olacaq, maliyyə vəsaitlərini itirəcək. Bugün erməni cəmiyyətinin bir parçası belə olsa, Nikol Paşinyan və onun tərəfdarları bunu açıq şəkildə etiraf edirlər və bu seçkidə artıq Azərbaycanla əməkdaşlıq məsələsi, Qarabağ məsələsi əsas faktorlardan biridir. Bugün müxalifət düşərgəsi, revanşist düşərgə, yenə Azərbaycan, bu debatlara baxsaq, bütün namizədlərin dilindən Azərbaycan, Türkiyə, xüsusən də Azərbaycan ifadəsi işlənir. Revanşistlər Nikol Paşinyanı Qarabağı güya satmaqda itham eləyirlər, Azərbaycana işləməkdə itham eləyirlər. Nikol Paşinyan isə bildirir ki, Qarabağ heç vaxt Ermənistanın olmayıb, Azərbaycanın olub, biz lazımsız yerə 30-35 ildir bu münaqişəyə təhkim olunmuşdu. Burada həm Robert Köçəryanı, Serj Sarkisyanı itham eləyir, eyni zamanda Rusiyaya ithamlar irəli sürür ki, Rusiya bu münaqişənin mövcud olmasında maraqlı idi, iki qonşu ölkəni bir-birinə düşməndirdi. Əslində düşmən də olsa erməni tərəfi həqiqəti söylüyor. Bu baxımdan bu seçkilərdə qarşılıqlı ithamlar pik vəziyyətə gəlib. Nikol Paşinyan özü belə emosiyalarını saxlaya bilmir, bəzən təhqirlərə keçir. Bu normaldır, normal qarşılanmalıdır. Amma burada Azərbaycan nöqteyi nəzərindən baxsaq, təbii ki, Nikol Paşinyan
siyasətinin davam etdirilməsi Azərbaycanla sülh gündəliyinin davam etdirilməsi deməkdir. Əgər sabah yol birisi gün Ermənistanda hər şey sağ-salamat seçki baş tutsa, Nikol Paşinyan hakimiyyətdə qalsa, iyul ayında, bəlkə də elə avqustun 8-də keçən il Ağ Evdə imzalanmış bu müqavilənin il dönümündə yekun sülh sənədi imzalana bilər. Nəyə görə hər şey sağ-salamat keçsə deyirəm? Çünki ötən illərin, 10 illiklərin təcrübəsinə baxsaq, Ermənistanda hər zaman kritik seçkilər öncəsi kənar təsirlərin nəticəsində sui-qəsdlər, terror hadisələri olub. Hətta bu yaxınlarda mediada, mətbuatda eşitdik ki, Nikol Paşinyanın özünə qarşı sui-qəsd cəhdi olub, saxlanılanlar var və Rusiyadan gələn ritorikanın daha da sərtləşməsi, aqressivləşməsi onu göstərir ki, əgər 7 iyun seçkilərində həqiqətən Nikol Paşinyan qələbə qazansa, Kreml bunu səssiz qarşılamayacaq. Hansısa fiziki müdaxilə ilə və ya Ermənistan ərazisində olan 2 Rus hərbi bazasının aktivləşməsi ilə bu gerçəkləşə bilər. Hətta hazırda Gürcüstanda həbsdə olan eks-prezident Mixail Saakashvili də bildirib ki, Gürcüstan ərazisindən keçməklə Ermənistana daxil ola bilər Rus qüvvələri. Bu, təbii ki, bütün bölgənin mənzərəsinə ciddi təsir göstərəcək. Azərbaycan amma bütün senarilərə hazırdır və hazır olmalıdır. Sülh gündəliyinə də və ya özünə qarşı hansısa bir təxribatlara qarşı da Azərbaycan ordusu hazır durumda. Əhməd bəy, Rusiya tərəfinin mövqeyini vurğuladı. Elə Rusiya prezidenti Vladimir Putin də bu günlərdə dəfələrlə çağırış edir, müraciət edir, deyir ki, referendum keçirin və Rusiyanın Ermənistandan yalnız bir xahişi var, deyir. Avropa İttifaqına qoşulma məsələsi ilə bağlı referendumun mümkün olduğu qədər tez bir zamanda keçirilməsi. Biz yalnız bunu xahiş edirik, xüsusilə də ona görə ki, Baş nazir Nikol Paşinyanın özü bu yaxınlarda bu məsələ ilə bağlı referendumun keçirilməsinin zəruri olduğunu deyib. Bizim yalnız bir xahişimiz var. Bunu mümkün qədər tez edin. Rusiyanın belə açıqlamalar verməsi Ermənistanın baş nazirində əslində qıcıq oyadır. Çünki son buna münasibəti də bunu deməyə əsas verir. Söyləyib ki, Nikol Paşinyan, əgər biz Avropa İttifaqına üzvlüklə bağlı ciddi addımlar atsaq və ən azından namizədlik statusuna qədər gedib çıxsaq, ondan sonra biz bu məsələni qaldıracağıq və yaxud da bunu kiminsə diktəsi ilə etməyəcəyik. Əgər ehtiyac varsa özümüz bu addımı atacağıq. Yəni ölkəmizdə referendum keçirilməyəcəyini qısası Rusiya deyir, qərar verə bilməz. Bu absurd bir açıqlamada Rusiya prezidentinin dilindən. Ermənistan indi faktiki olaraq müstəqil bir ölkədir, suveren bir ölkədir. Onun daxili işidir referendum keçirilməməklə bağlı məsələ, referendumda hansı məsələlərin qoyulacağı. Bu, nə Rusiyanın, nə də heç bir ikinci, üçüncü ölkənin qarşılayacağı bir məsələ deyil. Bununla təbii ki, Rusiya tərəfi növbəti təzyiq mexanizmini işə salır və Nikol Paşinyanın dediklərində əslində həqiqət var. Hələ Ermənistan Avropa İttifaqına üzvlük məsələsi gündəmdə deyil. Hələ ki, iki tərəfli əməkdaşlıq müqavilələri imzalanır Avropa İttifaqı ilə Ermənistan arasında. Gələcəkdə Avropa İttifaqına üzvlük məsələsi artıq gündəlikdə olsa, təbii ki, bunu erməni cəmiyyəti, Ermənistan vətəndaşları buna qərar verəcəklər. Nə Rusiya prezidenti, nə digər ölkələr. Amma görünən odur ki, artıq Rusiya prezident səviyyəsində Ermənistana təzyiq göstərir. Hətta son Paşinyan-Putin görüşündə Vladimir Putin açıq şəkildə bildirdi ki, Ermənistan həm Avropa İttifaqında, həm də Avrasiya İttifaqında qala bilməz ki, Nikol Paşinyanın da cavabı buna çox doğru oldu ki, biz hələ ki, hər iki təşkilatda birlikdə addımlamaqla bağlı qərar veririk. Zaman gəldikdə, seçim etmək lazım gəldikdə erməni cəmiyyəti, erməni xalqı seçimini edəcək. Amma görünən odur ki, Ermənistandakı seçkilər Rusiya tərəfindən yaxından izlənilir. Həm seçkidə Rus yönümlü namizədlərin olması, onların aktiv şəkildə seçki yarışında qatılması və Rusiyadan dəstək alması və Nikol Paşinyana qarşı olan bütün qüvvələrin artıq öz aralarında birləşməsi, bu hamısı Rusiyanın təsiridir. Əgər Kremlin istədiyi senari reallaşmasa, mən əminəm ki, Rusiyanın B planı da var ki, Nikol Paşinyanı və onun belə deyək, komandasını fiziki yolla aradan götürmək və ya bir hərbi çevriliş yolu ilə və ya hansısa bir siyasi çevrilişlə. Çünki Nikol Paşinyan özü 2018-ci ildə elə çevrilişlə hakimiyyətə gəlibsə, eyni senari ilə onu hakimiyyətdən götürmək planı Rusiyanın belə deyək, ikinci ehtiyat planı olaraq qalır.
Əhməd bəy, təşəkkürümüzü bildiririk. Minnətdarıq təşəkkür sizə edirəm. studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə. Bəli, biz elə Ermənistan daxilindəki vəziyyətdən danışdıq. Ermənistan seçki prosesinə hazırlaşır. Yəni artıq bugün sonuncu təbliğat təşviqat günüdür deyə bilərik və çox gərgin müzakirələr gedir elə Ermənistanda da müxalifətlə Paşinyan arasında. Bu məsələ ilə bağlı proseslərin sonu iyunun 7-sində bilinəcək. Hələ ki müzakirəmizi yekunlaşdırırıq.